Erin Meyer'in maraqlı kitabı var, Mədəniyyət fərqləri cəmiyyətlər arasında dünya üzrə təhlil edir və orada müxtəlif parametrlər üzrə cəmiyyətləri müqayisə edir. O cümlədən də nə dərəcədə tənqidə açıqdırlar. Kitabı oxuyanda Azərbaycanın və özümü şəxsən düşünürdüm ki, hansı parametrlərə yer tuturuq biz və Azərbaycan birmənalı olaraq tənqidə açıqlıq nöqteyi-nəzərdən təxminən orada çox açıq və çox qapalıya kifayət qədər yaxın olan bir hələ də orada yerləşirik. Bu kulturoloji olaraq bir təsirimizdir. Orada ərəblər də oradadır, Yapon, Tayland, Çin mədəniyyəti də oradadır, orada açıq tənqid edə bilmirlər. Amma əks tərəfdə, məsələn, Hollandlar, hansı ki, çox kifayət qədər sərt tənqidi açıq üzünə deyə bilirlər. İsraillilər orada da kifayət qədər açıq olur. Rusiyanın özündə kifayət qədər açıq bildirilir hətta.